İnşallah bir gün çəkərəm buranı istədiyim, arzuladığım formada sizə göstərərəm ki, bax bunu da elədik, bunu da bacardıq. Bu arzumuza da çatdıq. Həyatı dizayn İnşallah Allah hamının arzusuna. Saat 10-dan hazırlaşır. Təxminən indi saat neçədir? Bir 5 dəqiqə bundan qabaq mənə dedi ki, dur hazırlaş, gedirik. Dedim mən hazırlaşıb qapının ağzında gözləyirəm. Hələ ki yoxdur. Axır ki hazırlaşdım. Saat 12-dən bu yana. Komandir gedir işləri yoxlamağa. 2 gündür, 3 gündür biz orada işləyirik. İndi gedir. Gülü görmə. Saat 10-dan hazırlaşdım. Yalan demə. Yarım saat qalmış nəfər üstüma qışqırdınsa 5 dəqiqəyə hazır oldum, çıxdım. Saat neçədir? Seçdim 18'də, 2 saat yarımda. Mən neçə dəqiqəyə hazırlaşdım? 5. Hə. Esasında ne çıxırsan? Hə, 5 dəqiqə. Çıxım evdə. Hə, 5 dəqiqəyə hazırlaş çıx. Sən gəmisiyəsən axı. Belə oldu. Nənələr əvvəl deyirdi gəmisiyə. Gedək bir yoxla görək. Gedim görünün ağar mısın? Hə, Rəşadət. Sən mürəbbə gətirirəm. Usta. Rəşadət deyəcək, ay Allah, nə böyük lütf. 250 qramlıq mürəbbə. Sən niyə oranı suluyursan? Oranı sul. Beton sulamaq lazım. Niyə onda nə olur ki? Saatdan. Avtoban nədən ağardı? Nətərlədi? Nəyi? Deməli, küçədə taksinin ha gözlədik. Taksi göstərir ki, məsələn 5 dəqiqəyə çatır. Mən hara baxım, hara? Hə, 5 dəqiqəyə çatır deyəndə bu baxırsan ki, taksi maşlaqadadır. Hə, elə axırda qayıtdı ki, gedək minək avtobusa. Ay dostlar, bu pəncərələri bilmirsiniz, nə ilə silmək olar? Nə ilə apara bilərəm mən bunların ləkəsini? Eləcə şeydir, bax, o beləcə təkin. Pəncərələr eləcə betonlu, baxın. Düzdür, hələ çox pis gündəydi. Bir irilərini özüm belə qaşıyıb, təmizləyib, tökmüşəm. Evin son halı budur dostlar. Bundan sonra başımıza geleceklerden haberdar değiliz. Sıla. Ev yanır istedi. Pəncərəni qırmısınız? Hə? Qırmısınız pəncərəni? Niyə qırmışıq? Ödəyirsən ölçülmü? Çıtdım. Niyə elə eləmişsiniz ki? Biz eləməmişik gül. Ha. Kim eləyib? Açıq qoy da, qoy hava gəlsin. Eləyə bir şey yox. Gəl və səs deyil. Kənar soğuk. Kenan, bu işin altından çıkabilecek miyiz? Hələ buranın gününə bax. Buranın vəziyyətinə baxın dostlar. Əşrəf tək, mən tək, bu boyda iş. Bir yaxşı bacı istəyirəm, gəlsin mənə kömək eləsin. Haradadır? Oran gününə bax. Yaşamamışıq, ev kiflənib bir şey. Olana şükür. Nə deyək, olana şükür. Kasıbın olanından. Elə Kənan. Sən nətər dizayn istəyirsən? De görüm. Kənan deyir ki, mən yerin altından şey eləyəcəm. Padvaldan, polun altından mən yer düzəldim, padvalda yaşayayım. Yaxşı. O bir oğlan vardı, qabağına soğan qoyurdu, nar qoyurdu, yayım atırdı padvalda. Oğlan kimi oturumsan elə. Lüstrlarımız necədir dostlar? Baxın, bir dənə də burada lüstr var.
Burada da lüstür var. Tencerenin burada da var, lüstür var. Burada da var. Ay! Burada da var. Yok, burada yok. Hə, gəldin, yoxladın, nətərdir? Qəşəngdir. Ha? Qəşəngdir. Bura deməli bura nə edəcəm? Aha, neyniyəsən? Bura inşallah ay Allah sən ruzi yetir. Bu tərəfə 600 kravat fikirləşirəm. Ora şifaner, bura bir kravat mamama. Ora uşaqlara yazı stolu, qəşəng orada toklar var. Sonra, bu otaq et. Zakazlarını verir. Yataq otağında bura şifaner qoyulacaq, bura kravat qoyulacaq, bura gözcü qoyulacaq. Bu yəni normaldır. Burada başqa heç nə yoxdur. Özümə bir yer tapmalıyam, yayın yeri. Yayın yeri düzəltməliyəm, yayın açmaq üçün. Hamam məlum nətər olacaq. Burada mebel uqlavoy olacaq. Uqlavoy istəyirəm. Bura kimi, burada uqlavoy mebel istəyirəm. Bax, bura qədər də, bura xaladenkin yeridir. Və bura nədir? Bu nədir, bu nədir? Qoymuşuq da, işıqdır. Hə, heç nə yaxşı eləmişsin. Bura qazın yeridir. Uqlavoy mebel. Bura belə. Hə, pulun da hesabla o belə-belənin. Belə. Bura qədər. Belə-belənin pulunu da hesabla. Bura qədər, burada süpürgə vat qoymaq üçün yer qalsın. Süpürgəni neysən, evin içinə süpürgə qoyasan həyət evində. Ev süpürgəsidir də. Niyə qoymuram ki? Nə qoyum da buraya? Gözümün qoyarım da nəsə dekor qoymaq üçün. Yaxşı, bura qədər mebel yeyəcəm. Qışqırma üstümə, yaxşı elə qışqırır ki. Sən tamam. Sonra bura gəl. Paydinimi. Bura düşünmüşəm ki, bu kündə yumru belə stol, 4 dənə də oturacaq. Aha. Все. Təkcə qonaq otağı. Hə. Qonaq otağını nə cürə qoymuşsunuz? Nə günə qoymuşuq? Qonaq otağı mən bastırıq. Belə basa-bas evlərdən zəhləm gedir. Çünki bezmişəm artıq neçə ildir kirayələrdəyəm. Allah ruzi yetirsin, mən bu istədiklərimin hamısını eləyə bileyim. Hələ ki, düzdür, o gücümüz yoxdur. Dediklərimin heç birini eləməyə gücümüz yoxdur. Amma arzularımız var, xəyallarımız var. Bu ev də bir vaxtı yox idi, arzumuz idi, bu evi elədik. İndi arzumuz bu evi düzəldib, içini düzüb qoşmaqdır. İnşallah Allah ruzi yetirər, onu da eləyərik. Bir vaxtlar bu da bizim üçün xəyal idi. Allah o arzumuza çatdırdı bizi, evimiz oldu. İnşallah için də doldurarıq. İndi o xəyalımdır, için bəzəmə. İnşallah o arzuma da çataram. Hamam qaldı. Buranı söyləmədim axı. Dizayn edirsən? Dizayn Hə, eləməmişəm. dizayn edirəm. Dizayn edirəm. Deməli, otağın bu başı, Aha. bu belə, həm bu tərəfi, həm belə uqlavoy divan istəyirəm. Aha. Bu tərəf, bu divar, bütün televizor stəndi olsun. Aha. Yəni burada artıq 2 dənə də yanında nəsə belə şkaf ola bilər də, mənim maraqlı bir şey. Bu başdan da stol masa. Heç yox. Burada qalsın belə açıq. Bura bilsən nə xoşuma gəlir. Burada nə olsun? Yolka yeri yeni ildə. Hə, yolkanı qurarsan qalar orada. Burada yolka. Bax, burada da bir dənə dekor nəsə Hə, belə. koridoru dizayn elə görüm bir dənə. Koridoru dizayn edirəm. Koridorun dizaynı bura qədər. Bura qədər bu Ulan kulçartıların altına qədər ayaqqabı şkafı. Yanında oturacaq falan lazım deyil, neylədik lazım deyil, yer tutur. Koridorumuz yaxşıdır, genişdir. Bu hissəsi, bu boş hissəsi var bura koridorun. Bu hissəsində də qəşəng boy düzgüsü ki, harasa gedəndə özümüzə belə ətraflı belə kullanır. Baxa bilək. İndi gəldik hara? Kulminasiya nöqtəsi. Hamamın da dizaynı hamıya məlumdur. Unitazdır, vanikdir. Unitazın yerini göstərim. Bura suşulkan yeridir. Bura uvanikin yeridir. Buradan fen qoyacağım. Fen qoymaq üçün nəsə. Çıx, mən duş qəbul edim.
Orada da duş eləyərsən. Bəzilər kimi yüz atıyor. Əssalam. Burada nə deyirlər? Nə deyirlər? Burada deyirlər ki, Allah arzularımıza çatdırsın inşallah. Allah hamının arzusunu çatdırsın. Amin. Bizi də. Kimin ürəyi belə deyim də ev istəyir, Allah ev nəsib eləsin. O ki, ürəyindən xoş nə niyyət keçirsə, Allah qəbul eləsin. Amin. Allah hamıya öz evində yaşamağı nəsib eləsin. Amin. İnşallah bir gün çəkərəm buranı istədiyim, arzuladığım formada sizə göstərərəm ki, bax bunu da elədik, bunu da bacardıq. Bu arzumuza da çatdıq. Həyatı dizayn İnşallah edirsən. Allah hamını arzusuna çatdıq. Yox, həyata hələ fikirləşməmişim. Ucu beynim error verdiyi üçün hələ ora qədər gedib çıxmamışam. İndi biz buraya da belə deyək, polu da gəlsinlər, sabah yonsunlar. Elə. Polu da yonsunlar, biz laklasınlar, biz köçək. İnşallah. Təsəvvür edin bura köçməyi bu vəziyyətdə.